Azərbaycanda fəaliyyət göstərən Bolt taksi şirkəti ödəniş üsulu kartla olan sifarişlərin sürücülər tərəfindən əsassız şəkildə ləğv edilməsinin qarşısını almaq məqsədi ilə müəyyən tədbirlər görməyə başlayıb. Sosial şəbəkələrdə yayılan paylaşımlara əsasən şirkət bu cür hallarla bağlı sürücülərə cərimələr tətbiq edir. İddialara görə kart ödənişli sifarişləri qəbul etdikdən sonra onları ləğv edən sürücülərin hesabına müəyyən məbləğdə cərimə yazılır. Şirkətin bu addımı müştəri məmnuniyyətini artırmaq və platformanın sabit fəaliyyətini təmin etmək məqsədi daşıyır. Həmçinin paylaşımlarda qeyd edilib ki, sürücülərin balanslarında birdən-birə mənfi məbləğ yaranıb. Oxu.az xəbər verir ki, məsələ ilə bağlı Bolt taksi şirkətindən trendə bildirildiyinə görə sürücü tərəfindən səfərin kart ödənişi olduğu üçün ləğv edilməzdir. Bildirilir ki, bu kimi hallarda sərnişindən tətbiq vasitəsilə şikayət etməsi xahiş olunur. Boltun dəstək xidməti məsələni araşdırır və təsdiqləndiyi halda sürücü ilə kommunikasiya qurulur və lazımi tədbirlər görülür. Qeyd edilib ki, hazırda sürücülərin bank kartı sifarişlərini rədd etmək üçün heç bir əsaslı və haqlı səbəbləri yoxdur. Sürücülər Bolt platforması üzərindən qazandıqları vəsaiti gündəlik olaraq bank kartı vasitəsilə əldə edə bilərlər. Sürücü tərəfindən kartla sifarişlərin rəddi kimi hal baş verdikdə və araşdırma nəticəsində təsdiqləndikdə, Boltun şərtlər və qaydalarına uyğun olaraq belə hallarda hər bir imtinaya görə 50 AZN-yə qədər maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin pozuntu təkrarlanarsa, sürücünün Bolt xidmətlərindən istifadə hüququnun məhdudlaşdırılması da bloklanma mümkündür, qurumdan əlavə olunub.